Salam əziz abituriyentlər, belə bir sualımız var. Kökün altında 0,9, üstə gəlirsin 3,6, üstə gəlirsin 12,1 bərabərdir. Kökün altında adi kəsrə çevirsək 10,9, üstə gəlirsin kökün altında 10,36, üstə gəlirsin kökün altında 10,121 bərabərdir. 9'dan kök çıxacaq 3, 3 bölünsün kökdə 10, üstə gəlinsin 36'dan kök çıxacaq 6, 6 bölünsün kökdə 10, üstə gəlinsin 121'dən kök çıxacaq 11, 11 bölünsün kökdə 10 bərabərdir. Orta məxrəc kökdə 10 gələr. Sürətləri toplasaq 3, 6 çünki məxrəclər bir-birinə bərabərdir. 3, 6, 9, 11 eləcək 20. Məxrəci ilə sınavdan azad eləmək üçün qoşmasına vursaq, məxrəci sürəti vurarıq kökdə 10'a, məxrəci də vurarıq kökdə 10, vurulsun kökdə 10. Əlbəttə ki, 20 kök altında 10 bölünsün 10'a. 20 ilə 12. Sağ gələcək burada qalacaq 2 kökün altında 10.